Bu videoda sinif dərsliyinə əsaslanan sualın izahına baxacağıq. Sualımızın izahına keçməmişdən əvvəl sizdən xahişim odur ki, kanala abunə olub like atasınız. Deməli, sualın şərtinə uyğunluğu müəyyən etməyimizi istəyir. Birinci bənddə dünyanın ən böyük deltasına aid olduğu ölkə kişi işıqlanma qurşağında yerləşir. Bu fikir demək ki, doğrudur. Ən böyük delta Qanq-Brahmaputra'nın deltasıdır. Aid olduğu ölkə yəni Banqladeşdir. Banqladeşdə şimal tropik xətti kəsir. Bu fikir doğru, qarşısını yanlış yazıb götürməyəcəyik. Birlər çıxdıqda A və D variantları avtomatik olaraq çıxırıq. İkinci, mənbəyi və mənsəbi mülayim işıqlanma qurşağında yerləşən oğlaq tropik xəttinin kəsdiyi X çayı mövcuddur. Mənbəyi və mənsəbi mülayim işıqlamada yerləşən, məsələn, Limpopo çayıdır. Bilirik ki, Limpopo çayında cənub tropik xətti 2 dəfə kəsir və oğlaq tropikdə 23.5 cənub tropik xəttidir. Və bu çayda demək ki, oğlaq tropik kəsir, fikir doğru, qarşısını doğru yazıb, bunu götürəcəyik. Üçüncü, Türk Dövlətlər Təşkilatına müşahidəçi olan ölkənin biri Ural dili ailəsinə mənsubdur. Türk Dövlət Təşkilatına üzv olan ölkələr sayaq, 5 əsas ölkə mövcuddur. Bunlar Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızstandır. 2 dənə də müşahidəçi ölkəsi var. Bu ölkə deməli Macaristan və Türkmənistandır. Macaristan da Ural dili ailəsinə mənsubdur. Çünki burada deyir ölkənin biri Ural dili ailəsinə mənsubdur. Bu fikir də doğrudur. Ural dili ailəsinin yəni Ural dili ailəsinin Fin-Uqor dil qrupuna aiddir. Fikir doğru, qarşısına doğru yazıb götürəcəyik. Dördüncü, gilli süxurların yayıldığı ərazilərdə takırlara rast gəlinir. Bu termin biraz qəribə gələ bilər, amma 7-ci sinifin axırlarında, son səhifələrində keçir. Yəni fikir burada doğrudur, qarşısını yanlış yazdığı üçün götürməyəcəyik. Gilli süxurlar əsasən məsələn quraqlıqdan sonra yaranan o ki çatlar var, onlara deyilir. Yəni o çatlar ki olur, onlara takırlar deyilir. Fikir doğrudur, qarşısını yanlış yazıb bunu götürməyəcəyik. 5-ci, Naxçıvanın orta dağlığı 400-600 mm arasında yağıntı alır. Bu fikir də doğrudur. Çünki Naxçıvanın demək ki, Arazboy düzənlikləri 200-400, orta dağlığı 400-600, yüksək dağlıq isə 600-1000 mm yağıntı alır. Bu fikir də doğrudur, qarşısına yanlış yazıb götürməyəcəyik. 6-cı, Tampico limanının aid olduğu ölkədə Toxumulka vulkanı yerləşir. Tampico limanı Meksikaya aiddir. Baxın, burada Tampa limanı var, o ABŞ-a məxsusdur. Bu cür yadda saxlayın. Tampa ABŞ-a məxsusdur. Qısa olanlar bir gedir, uzun olanlar da Tampico və Meksika. Uzun hərfləri də bir götürəcəksiniz. Yəni Tampico Meksikaya aiddir, Tampada var, o da ABŞ-a məxsusdur. Bu əlavə bilgi olaraq qeyd elədim. Toxumulka vulkanı isə Qvatemalaya məxsusdur. Yəni Tampico limanına aid olduğu ölkə Meksikadır, Toxumulka vulkanına aid olduğu ölkə isə Qvatemaladır. Yəni fikir yanlışdır, qarşısına yanlış yazdığı üçün götürəcəyik. Sualımızın doğru cavabı 2, 3 və 6-dır. Doğru cavab B variantı. İzlədiyiniz üçün təşəkkürlər.